gedərdim. Evimi de alardım, maşınımı da alardım, hər bir şəraitimi qurardım, sonra ərə gedərdim. ...33 yaşında xala olmur əzizim. Mənim yaşımda qızlar var ki, heç ərə getməyiblər, ailə həyatı qurmayıblar, oxuyublar, karyeralarını qurublar, vaxtları olmayıb, ərə getməyiblər. Nə dəxli var ki? Mənim 38 yaşım var, alan yoxdur. Alan yoxdur, yox. Günah səndədir. Negativ, qaşqaldaq, cadulu, ağır bədniyabət, kiç-kiç insanları həyatımıza soxa-soxa, həyatımız pis günə qalıb. Baxın qızlar, adi elemental bir şey deyirəm sizə. Kimləsə tanış oldunuz, sevgilisiz. Görürsən bu adam sənin enerjini salır, əsəblərimi korlayır. Bu adamdan alınmır, vızqırt elə. Gözləmə 1 ay olsun, 3 ay olsun, 4 ay olsun, 5 ay olsun, 10 ay olsun, 11 ay olsun, 1 il olsun, bağlanacağı öyrəşəcək. Sevəcək, əksinə daha pisə gedəcək. İnsan 7-sində nədirsə 70-də də odur. Səni sevən bir günə də sevəcək, səni sevən 10 günə də sevəcək, səni sevən 1 aya da sevəcək, səni sevən ilk görüşdə də sevəcək, səni sevməyən istəyirsən 10 il danış, səni sevməyəcək. Sevən insan bir baxışdan belə sevməyi bacarır. Bunu yadınızda saxlayın. Bununla bağlanmaq da, öyrəşmək də bunlar münasibətin gedən vaxtıdır. Amma ilk dəfədən səni sevən olsa səni sevəcək. Bu məcbur bir şey deyil. Sənin üçün sadəcə vaxt itkisidir. Və bu da sənə ziyandır. Ona yox. İlk görüşdən sevən adamlar var. Danışaq da alınar alınmaz, gedirik də münasibətdir. Bu nə deməkdir? Bu münasibət deyil. Kişi belə deyir. Mən səni sevirəm. Kişi kimi. Yanındayam. Alınacaq Allahın işidir. Münasibətimizin gedişatına baxacaq. Amma mən səndən ciddiyəm. Bu şeyləri sevmirəm. Sən mən nə qədər sözünlə oturub duracaqsan, nə qədər hörmət eləyəcəksən, mən sənin kişi kimi yanındayam. Kişi belə olar. Sən xəyanət eləməyincə və yaxud da bəzi sərhədləri qoyur. Bu hərəkətləri eləməsən, mən sənin həmişə yanındayam bir kişi olaraq. Əsl kişi belə olur əzizim. Yoxsa ki, bayam, aşkım, əynində nə var aşkım, şıkıyı aşkım, uşaqlar utancaq, ya aşkım, pıçı, dəqiqə başı sevirəm, var yoxuna nəhlək, qullanaq. Kişi sevdiğini ayda bir dəfə deyər, kişi danışığı ilə sübut eləməz. Hərəkəti ilə sübut eləyər sevdiyini. Göstərər, qoruyar. Hər dəqiqə onun yanında olar. Qoymaz kimsə ona dil uzatsın, artıq nəsə desin. Kişi xarakteri aslan xarakteri olmalıdır, şir, pələng.